Salam, bu videoda Venezuela haqqında danışacağıq. Bütünlükdə şimal və qərb yarımkürəsində yerləşən Venezuela dövlətinin ərazisinin bir hissəsi. Qədim platforma bir hissəsi isə Jersey-Kinalda yerləşir. Maracaibo gölü sahilləri Jersey-Kinal qurşağa düşür. Platformanın qalxan və enən sahələri var. Platformanın enən sahələri Orinoco bağlı, qalxan sahəsi isə Guyana yaylasıdır. Və ən böyük çayı Orinoco çayıdır. Orinoco çayının mənsəbində delta yaranır və bu Atlantik Okean hövzəsinə aid olan çaylara daxildir. Həmçinin Orinoco'nun Çurum qolu üzərində dünyanın ən hündür şəlaləsi Angel şəlaləsi yerləşir və bu şəlalə Canaima Milli Parkında mühafizə edilir. UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxildir. Guyana yaylasında boksit ehtiyatları zəngindir. Həmçinin Guyana yaylasında özünə məxsus relyef formaları olan tepulərə geniş rast gəlinir. Hündürlüyü 8800 metr olan bu relyef formalarında fiziki və kimyəvi aşınma üstünlük təşkil edir. Ərazisində Cənubi Amerikanın sahəcə ən böyük olan gölü Maracaibo gölü yerləşir. Maracaibo gölü kanal vasitəsilə Venezuela körfəzi ilə birləşmişdir və Maracaibo gölünə Catatumbo çayı tökülür və burada Catatumbo möcüzələri adlanan şimşək hadisəsi baş verir. Maracaibo gölündə zəngin neft ehtiyatları mövcuddur. Ümumilikdə Venezuela ərazisində də neft ehtiyatları mövcuddur və bu səbəbdən də OPEC-ə üzv dövlətdir. İnzibati ərazi quruluşuna görə federativ, idarəetmə formasına görə isə respublikadır. Paytaxtı və ən iri şəhəri Caracasdır və Venezuela ərazisində də favelalara geniş rast gəlinir. Urbanizm səviyyəsi 80%-dən çoxdur. Sərhəd olduğu ölkələr Kolumbiya, Braziliya və Guyana dövlətləridir. Əhalisi Latin Amerika sivilizasiyasına aiddir. Hind-Avropa dil ailəsinin Roman qrupuna mənsubdur. Ərazisində savanna və seyrək meşə landşaftına və dəyişkən rütubətli meşələr landşaftına rast gəlinir. Ərazisinin böyük hissəsi subekvatorial iqlimdə yerləşir.